Azərbaycanın suveren hüquqlarına qarşı illərlə davam edən təhdidlərə son qoymaq vaxtı çatmışdı. Və 2023-cü ilin 19 sentyabrında tarix bir daha dirçəldi. Azərbaycan ordusu öz torpaqlarında ədaləti bərpa etmək, təhlükəsizliyi və konstitusiya quruluşunu təmin etmək üçün lokal xarakterli antiterror tədbirlərinə başladı. Hər addımda qətiyyət, hər əmrdə vətən sevgisi vardı. Bu hərbiçilərimizdən biri də kapitan Balabəyli Elcan Vasifoğludur. O 1992-ci il mart ayının 12-sində Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan şəhər Mirəskər Seyidov adına 15 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ildə yüksək balla Heydər Əliyev adına hərbi liseyə daxil olan Elcan Balabəyli oranı uğurla bitirib. Daha sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Elcan Balabəyli 2011-ci ildə hava hücumundan müdafiə ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan ordusunun sıralarında zabit kimi xidmətə başlayır. 2016-cı il aprel döyüşləri qələbəmizin qığılcımı kimi tarixə düşdü. Bir sıra strateji yüksəklik düşməndən təmizlənir. Elcan Balabəyli Lələtəpə istiqamətində xidmətini davam etdirir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində kapitan Elcan Balabəylinin döyüş yolu Füzulinin Alxanlı kəndindən başladı. Şiddətli döyüşlərdə Elcan qəlb yarası alır. İlkin tibbi yardım göstərilir və təxliyə olunması məsləhət bilinir. Lakin Elcan son ana qədər döyüşəcəyini bildirərək fəaliyyətini davam etdirir. Füzulidən başlayan döyüş yolu Xocavənddən Şuşaya qədər davam edir. İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə, vətən uğrunda, hərbi xidmətlərə görə, vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib. 2001-ci ildə Elcanın toy hazırlıqları başlayır. Atası toyu iyulun 14-nə təyin edir. Bunu eşidən Elcan həmin gün milli qəhrəmanımız Polad Həşimovun anım günüdür deyə etiraz edir. Beləliklə toy ayın 16-sına təyin olunur. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Balabəyli Elcan Vasifoğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub. O, böyük izdihamla Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Balabəyli ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə və İgidliyə görə medalı ilə təltif edilib.